أها. اللغة اللهcة. لماذا سميت اللغة بلهcة? Biraz evvel biz dedik ki lügat sözüyle lehçe sözü sinonimdir. Aynı manada istifade olunur. وهناك سؤال لماذا سميت اللغة بلهجة؟ أستاذ أكرم ما المقصود بهذا السؤال؟ لماذا سميت اللغة بلهجة؟ ما المراد بهذا السؤال؟ لا Kim tercüme ediyor? Ben üzülsem adınızı yazdan Rövşen. Rövşen müəllim. Siz sual başa düşmez ümumiyyətlə. Ləhcədə deyil nə cavab? Aha, ayda var. Liməzə ne üçün? Summiyət adlandırılmıştır. El-lugatu dil bir lehcetin lehçe. Niye dile lehçe deyilir? Ha? Niye deyilib ki? Niye bu ad verilib ki? Demədik ki, biz qədimdə də bu lehçe sözü dil mənasında istifadə olunurdu. Ha? Hindi onu izah. Ekrem müəllim, هل بإمكانكم أن تقرأوا هذا النص؟ نعم. تفضل. سميت اللهجة بهذا الاسم نسبة إلى اللهج. أها، إلى اللهج. إذن سميت اللهجة بهذا الاسم نسبة إلى اللهج. هناك كلمة ما هي؟ لهج. لهج يعني نسبة إلى هذه الكلمة. اللهجة من اللهج. لنرى ما هو اللهج. واصل. وهو اللسان أو طرفه. إذن ماذا نعرف؟ نعرف أن اللهج هو lisan أو طرفه. Demek lehç sözünün özü de ya dil demektir ya da dilin ucu demektir. Bak burada ilellehç ve huve el-lisan أو طرفه. نعم أكمل. ويرتبط بالمعنى اللغوي للهج بالأمر. Lehece bil emr danışmak demektir. أي أولع به Aha. واعتاده. Ve ya'tadehu. Bu danışmak manasını verir. Tamam. لذا اللهجة هي طريقة في الكلام واللغة التي جبل عليها الإنسان واعتادها ونشأ عليها. نعم. وهي فرع عن اللغة الأم. عن اللغة الأم. Deməli, lehçe özü de ana dilinin bir şöbəsidir, bir qoludur. Niye bir qolu değil, özü değildir? Çünkü biz biraz evvel dedik ki bu lehçelerden yarandı ana dil. Yani tekçe bir lehçe bir ana dil ola bilmez. Bu ana dilin özünü teşkil edən ünsürlərdir. Naam, مثل اللهجة المصرية أو الشامية وتتميز بصفات صوتية ومفردات خاصة ببيئة جغرافية أو اجتماعية معينة. نعم، اللهجات يختلف بعضها عن الأخرى بماذا؟ بصفات صوتية ومفردات خاصة ببيئة جغرافية أو اجتماعية معينة. نعم. هل اللهجة شيء واللغة شيء آخر؟ نحن قمنا بالرد على هذا السؤال. إذن سنتكلم باللغة العربية فقط. فؤاد، أجب عن هذا السؤال رجاء. هل اللهجة شيء واللغة شيء آخر؟ نفس الشيء. نعم. قبل قليل نحن عرفنا هذا المعنى، أليس كذلك؟ وقلنا اللهجة واللغة نفس الشيء، ولكن هذا الانسجام ليس في العصر الحديث. قديما كان بنفس المعنى. اللغة واللهجة كانت بمعنى واحد، ولكن في عصرنا الحديث عندما نقول اللهجة نقصد شيء آخر، وعندما نقول اللغة ونقصد شيئا آخر، أليس كذلك؟ Qədimdəydi bu belə. Ləhcə deyəndə də, dil deyəndə də ləhcə başa düşülür. Amma müasir dilimizdə, müasir ləhcə deyəndə artıq nə başa düşülür? Misir ləhcəsi, Küveyt ləhcəsi, İraq ləhcəsi və s. O diyalekt başa düşülür. ننتقل إلى سؤال آخر. إذا قمنا بالرد على هذا السؤال. أم كلاهما نفس الشيء؟ قلنا كلاهما نفس الشيء كان
في الزمن القديم، ولكن في العصر الحديث نحن علينا أن نفرق بين اللهجة واللغة، لأن الكل من الممكن أن لا يفهموا هذا المعنى. Muasir dövrdə bizə gəl ləhcəni dili ləhcə kimi istifadə eləsək, hamımızı başa düşməz. Çünki hamı dilin tarixini bilmir axı. Və bilməməlidir də. Yəni bu dilçilər, dil tarixini öyrənənlər bu məsələlərdən xəbərdar olurlar. Məl farqu beynəl lisani vəl ləhcəti vəl lüğəti. Kim bu sualı tərcümə eləyər? Kimdən soruşaq? Rövşən müəllim. Dille lehçe arasında fark. Aha, bu üç şeyin arasındaki fark nedir? Məl farqu beynəl lisani vəl ləhcəti vəl lüğəti. Biraz əvvəl biz bu mərhələlərə toxunduq. Bildik ki, bəli, eyni mənada həm lisan sözü müxtəlif dövrlərdə, həm ləhcə sözü, həm də lüğət sözü istifadə olunmuşdur.